Gəlin 24-cü sualda baxaq. Praktik və nəzəri çıxıma aid olan bir test tapşırığıdır. Burada bizə reaksiya daxil olan maddələr verilib və bizə deyilir ki, M2 qram AB alınır və məhsulun çıxımı 80%-dir. Onda M2 qram AB almaq üçün neçə qram A götürülməlidir? Deməli, burada baxıb görürük ki, bu alınan M2 qram 80%-dir. Yəni, M2 qram 80% olanda alınır. Amma bizə M2-nin 80% yox, 100% lazımdır. Yəni, biz M2-ni bütöv almalıyıq. Bütöv şəkildə necə ala bilərik? 80% olanda M2 qram alınır. Amma bizə 100% lazımdır. Onda belə yazarıq. X də bərabərdir. 1,25 M2. Yaxşı. Biz məsələyə baxdıqda görürük ki, M1 qram A-dan M2 qram AB alınır. Bəs, belə yazaq. M1 qram A-dan M2 qram AB alınır. Bəs 1,25 M2 AB almaq üçün nə qədər A lazımdır? O zaman X də bərabərdir 1,25 M1.